Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda iftar süfrəsinə hazırlaya biləcəyiniz çox dadlı, sulu yeməyin hazırlanmasını sizinlə paylaşıram. Yeməyi hazırlamaq üçün 400 qram az yağlı dana əti götürmüşəm. Əti doğrayandan sonra ət çəkən maşından keçirdib bir ərzaq qabına yığmışam. Üzərinə ət çəkən maşından keçirdiyim orta boy soğanı əlavə edirəm. Ətə qatmaq üçün bir xörək qaşığı da yumru düyünü təmiz yumuşam. Onu da ərzaqların üstünə əlavə edəndən sonra bir xörək qaşığı nanə qurusu, ədviyyatlardan zövqə görə duz, qara istiot, sarı kök əlavə edib bunların hamısını yaxşı yoğururam. 1-2 dəqiqə əlimdən yaxşı yoğururam. Hazırladığım ət qarışımından iri bir qaşıq ölçüsündə götürüb əlimdən orta ölçülü küftələr hazırlayıram. Ortasını barmağımdan oy qaçıb, təmiz yuyub quruladığım alça turşusundan əlavə edirəm. Belə orta ölçülü küftələr hazırlayıb boş qaba yığıram. Hamısının eyni qaydada ortasına turşu qoyub, orta ölçülü küftələri hazırlayıb boş qaba düzürəm. Küftələrin biraz bərkiməsi üçün üstün örtüb bir 10 dəqiqəliyə soyuducuya yerləşdirirəm. Bu arada götürdüyüm orta boy soğanı 2 yerə bölüb xırda doğrayıram. 2 ədəd qabığını soyduğum kartofu, xırda ölçülü kartofları 4 yerə, iri ölçülü kartofları isə 6 yerə bölürəm. Qazanın dibinə kərə yağı qoymuşam. Yağ əriyəndən sonra doğradığım soğanları əlavə edib qarışdırıram. Soğanlar rəngi dönüb qızılı rəng olana qədər yağda yaxşı qovururam. Üzərinə bir xörək qaşığı tomat pastası əlavə edib, qarışdırıb, soğanla bir yerdə biraz qovurandan sonra hazırladığım küftələri qazana əlavə edirəm. Hər iki üzünü ehmalca o üz bu üz çevirərək biraz yağda qovururam. Belə hazırladıqda küftələr pişərkən dağılmır, bütöv qalır. Yəni, yeməyi pişirərkən öz arzunuza görə ərzaqların ölçülərini artırıb azalda bilərsiniz. 2 ədəd doğradığım kartofu da qazana əlavə edirəm. Hamısını bir yerdə biraz ehmalca qarışdırıb tomatlı yağda qovururam. Kartofu az əlavə elədim, amma istəyən daha çox əlavə edə bilər. Biraz qarışdırandan sonra axşamdan isladıb bişirdiyim noxudu da qazana tökürəm. Üzərinə ədviyyatlardan zövqə görə duz, sarı kök, qara istiot əlavə edirəm. Üstünə çıxanacan qaynar su tökürəm. Qazanın qapağını örtüb, qazın orta xodunda yeməyi qoyuram bişməyə. Suyu biraz azalıb, ətlə kartof yaxşı pişənə qədər yeməyi bişirirəm. Yeməyim artıq demək olar ki, bişib, hazırdır, suyu azalıb. Küftələr də çox yaxşı pişib, dağılmayıb, kartofda. Zövqə görə üzərinə doğranmış keşniş səpirəm. Siz nanə qurusu, şüyüd də səpə bilərsiniz. Qazı söndürüb ocaqdan götürürəm. Yeməyim artıq hazırdır. Çox dadlı bir yemək alınıb. Siz də bu ətli, sulu yeməkdən iftar süfrəsinə hazırlayın. Kartof da çox yaxşı pişib, küftələr də çox yaxşı pişib, çox ləzzətli bir sulu yemək alınıb. Hazırlayacaq olan hər kəsə öncədən nuş olsun deyirəm. Videomuzu bəyənməyi, əgər abunə deyilsinizsə, abunə olmağı unutmayın. Sağ olun, yeni videolarda görüşənədək.